Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı, Sosial Tərəfdaş layihəsinin böyük mütəxəssisi Nicat Mustafayev. Xoş gəlmişsiniz. Xoş gününüzə gələ, xoş qədəm xanım. Hörmətli, dəyərli qonaqlarımızı və televiziya tamaşaçılarına salamlayıram. Buyurun, sizin bizə gəlişinizin gözəl bir səbəbi var. Səbəb nədir? Sosial tərəfdaş layihəsi haqqında bir qısa məlumat vermək istərdim. Əsasən də burada təqaüdçülər, pensiyaçılar rica eləyərdim ki, bizə çox diqqətlə qulaq assınlar. 2023-cü ilin oktyabr ayından artıq sosial tərəfdaş layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə respublikamızda geniş miqyasda icra olunmaqdadır. Təşəbbüs ibarət olacaqdır bu korporativ sosial məsuliyyət layihəsi çərçivəsində. Sosial tərəfdaş layihəsi kimləri əhatə edir, necə istifadə edə bilirlər, necə yararlana bilirlər, bununla bağlı bir məlumat vermək istərdim. Yəni layihənin məqsədi? Bəli, layihənin əsas məqsədi, birinci əhatə etdiyi kateqoriya şəxsləri çatdıracağım nəzərinizə, ondan sonra məqsəd nədən ibarəti bildirəcəm. Təşəbbüs ibarət olacaqdır təqaüdçülər, pensiyaçılar, yəni bizim ümumilikdə cəmiyyətimizin həssas qrupu insanları, hansı ki bunlar sosial müavinət alan şəxslər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, əlilliyi olan şəxslər və digər kompensasiya alan, sosial ödəniş alan bütün şəxslər nəzərdə tutulur ki, həmən kateqoriya şəxslər gündəlik xərclərinin azaldılması, onların ehtiyaclarının daha rahat qarşılanması və iqtisadi cəhətdən rahat yaşamını təmin etmək məqsədi ilə irəli sürülmüş bir layihəlıq proqramıdır sosial tərəfdaş layihəsi, hansı ki, həmən kateqoriya şəxslər seçilmiş marketlər, klinikalar və apteklərdə yaxınlaşaraq gündəlik ehtiyaclar. Bəli. Endirim. Yaxşı, bu endirim barkodunu necə əldə etmək olar? Endirim barkodu Nazirliyin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi e-sosial proqramı var, hansı ki mobil tətbiqi. Öz mobil telefonlarına yükləyərək qeydiyyatdan keçirlər. Avtomatik şəkildə hər bir pensiyaçıya uyğun olaraq individual barkod yaranır. Möhtəşəm. Yaxşı, bu endirim faizi nə qədərdir? Ümumilikdə endirim faizləri məhsul və xidmətlərə görə təbii ki dəyişəcəkdir. Marketlərdə 2-5% arası, apteklərdə 10-15%-dək, klinikalarda isə 40%-dək təbii ki bu yəni bu fərqlənəcəkdir, mağazalarda başqadır, apteklərdə başqadır, xəstəxanalarda başqadır. Bəli, ümumilikdə minimum 2%-dən maksimum 40%-dək təbii ki məhsul və xidmətlərə görə dəyişəcəkdir. Burada əsas bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Pensiyaçıların mütləq şəkildə bilməli olduğu budur ki, bəzən bilmirlər. Bu sosial tərəfdaş e-sosialda yerləşən mobil tətbiqdəki barkod hər hansı bir vəsait olmur bunun içində. Sadəcə ödənişdən öncə kassada təqdim etməkləri kifayət edəcəkdir ki, xüsusi endirimlərdən yararlansınlar və burada ödəniş üsulu nağd və nağdsız şəkildə eləyə bilirlər. Bu neçə müddət idi ki var bu? Artıq qeyd elədiyim kimi 2023-cü ilin oktyabr. 2023-cü, valla indi sizə bir söz deyim, indi mən bildim. Görün indi mənim kimi nə qədər insanlar indi, bəli. Məsələn, mənim də xəbərim yoxdur. Ona görə xəbəri olmayanlar üçün bir əlaqə nömrəsi deyəcəyəm. 010-712-73-12 bir daha deyirəm. 010-712-73-12 bax, əlaqə nömrəsidir. Sizi maraqlandıran digər suallar ola bilər. Zəng edin, maraqlanın və həqiqətən də möhtəşəmdir. Yəni, bu gözəl bir layihədir. Mən sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Göstərdiyiniz dəstək və diqqətə görə Xoşqədəm xanım. Minnətdarım. Dövlət Sosial Müdafiə Fonduna təşəkkür edirik. Həqiqətən hər şey xalqımızın rifahı üçündür və bugün də bu sizlər üçündür. Yararlanın, hansı kateqoriyalara aiddirsə yararlansınlar. Bir daha deyirəm, 010-712-73-12 əlaqə nömrəsidir.